Herkese salam. Bugün sizler üçün natural ədədlər üzərində olan əməllər haqqında danışacağıq və bu əməllərin hansı hər zaman ödənilir, hansı hər zaman ödənilmir, bugün öyrənəcəyik. Əvvəlcə bilməliyik ki, natural ədədlər nədir? Natural ədədlər sayan zaman istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədəd dedik ki, sayan zaman istifadə etdiyimiz. Yəni buradan belə bir anlayış çıxır ki, 0 natural ədədlər çoxluğuna daxil deyil. Sonra deyərik ki, biz bilirik ki, riyaziyyatda ümumilikdə 5 dənə əməl var. 5 dənə əsas əməl var. Bunlardan məsələn deyə bilərik ki, birinci toplama haqqında danışsaq, toplama. Sonra ikinci çıxma, buna fərqli deyirik. Sonra üçüncü vurma. Buna hasildə deyirik. Dördüncüsünə bölmə. Buna nisbət də deyirik. Beşincisi isə qüvvəti yüksəltmə. Qüvvəti yüksəltmə də deyirik. Əvvəlcə gəlin baxaq birinci toplama haqqında danışaq. Toplama haqqında danışsaq, məsələn, sıfırdan başqa sonsuzluğa qədər hər hansı bir ədəd götürə bilərik. 2 olsun, 3 olsun, məsələn 3 olsun və s. və s. Daha da yəni bu sonsuzluğa qədər uzanır da. Ki, birdən müsbət sonsuzluğa kimi natural ədədlər daxildir. Məsələn, tutaq ki, 3 götürək, bir də 2 götürək. 3, 2, bir də yazıram ki, 2 üstə gəl 3. 3 ilə 2-nin cəmi bizə 5 verir, 2 ilə 3-ün də cəmi bizə 5 verir. Buradan belə bir qaydamız çıxır ki, deməli, natural ədədlər üçün toplama hər zaman ödənilir. İndi çıxmaya baxsaq, yəni fərqə baxsaq, yenə yazıram, 3-dən çıxıram 2-ni, bir dəfə də 2-dən çıxıram 3-ü. 3-dən 2-ni çıxsam 1 qalar, 2-dən 3-ü çıxsam isə -1 qalar. Aha, deməli belə bir qaydamız çıxır ki, natural ədədlərin fərqi natural ədəd ola da bilər, olmaya da bilər. Əgər bizə testdə verilsə ki, natural ədədlərin fərqi hər zaman natural ədəddir, bu fikir yanlış olar artıq. Çünki bu -1 tam ədəddir artıq. Vurma və hasil haqqında danışsaq, yenə 3 və 2 götürürəm. Başqa ədədlər də ola bilər, sadəcə daha aydın görək deyənə kiçik ədədlərlə işləyirik. 3-ü 2-yə vurduqda 6 eləyir, 2-ni də 3-ə vurduqda 6 eləyir. Deməli, biz deyə bilərik ki, natural ədədlərin hasili hər zaman natural ədədlər verir. Yəni, bu doğru olar. Bölmə, nisbətdən danışsaq, yenə yazıram 3-ü 2-yə bölürəm. Bir dəfə də 6-nı 2-yə bölürəm. 3-ü 2-yə böldükdə 1,5. Bu zaman rasional ədəd alınır. 6-nı 2-yə bölsəm 3. Bu zaman natural ədəd alınır. Deməli, buradan da belə bir qayda çıxır ki, natural ədədlərin nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. Yəni, testdə verilsə ki, natural ədədlərin nisbəti hər zaman natural ədəd verir. Xeyr, bu yanlış fikir olar. Ola da bilər, olmaya da bilər. Qüvvəti yüksəltmə nədir? Qüvvəti yüksəltmə bir ədədin eyni vuruğun özünə vurulmasına qüvvəti yüksəltmə deyilir. Bunu misillə qüvvəti yüksəltməni qarışdırırlar. Məsələn, 2-nin 3 misli. 2-nin 3 misli dedikdə 2 vurulsun 3 deməkdir də. Yəni, bu 6-dır. Amma desək ki, 2-nin qüvvəti 3-dür. O zaman qüvvət yəni 3 deməkdir. Buradan anlaya bilərik. Yəni, bunun əlaqəsi yoxdur. Sadəcə ayıra bilək deyə dedim. Deməli, indi deyirik ki, natural ədədlərin qüvvəti. Məsələn, 2-nin qüvvəti 3 götürürəm. Bir dəfə də 3-ün qüvvəti 2 götürürəm. Məsələn, 2-nin kubu eləyir 8. Yəni, bunun da açılması odur ki, 2 vur 2 vur 2 deməkdir də. 2 deməkdir. 3-ün kvadratı da ki, 3 vurulsun 3 deməkdir. Bu da eləyir 9. Görürəm ki, deməli, natural ədədlərin qüvvəti həmişə natural ədəd olur. Dinlədiyiniz üçün təşəkkür edirik.